Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Emma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam Elimleri Mektebi Arap Dili Dersleri silsilesine hoş gelmişsiniz. Bugünkü dersimiz de Arap dilinde isimlerin cinsiyetine aitti. Biz geçen dersimizde müzekker isimleri öğrenmiştik. Müzekker isimler kişi cinsli isimlere verilen bir ad idi. Müennes isimleri ise kadın cinsli isimlere verilen bir termindir. Biz müennes yani kadın cinsli isimler mevzusuna bugün temas edeceğiz. Bu Arap dilinde esas anlayışlardan yine de birisidir. Çünkü sıfatlerin, fiillerin ve ileriki derslerde göreceğimiz zamirlerin düzgün istifadesi için bu vacip bir mevzudur. Bunun bilinmesi elzemdir. Bəs müənnes isimlə əlaqəli olaraq bilinməsi lazım olanlar nələrdir? Ərəb dilində müənnes, yəni qadın cinsli isimlər mövzusu bir neçə başlıq altında araşdırılır. Lakin bu ilk dərsimizdə bu terminlə bağlı bilməli olduğunuz yeganə qayda budur ki, Ərəb dilində sonunda yuvarlaq tə, yəni tə-i mərbutə hərfi olan isimlər müənnes, yəni qadın cinsli isimlər hesab olunur. Geçen dersimizde t-i merbute olmayan harflerin müzekker isim olarak adlandırıldığını zikretmiştik. Bu dersimizde ise t-i merbute olan, sonu t-i merbute ile biten isimlere müennes adı verildiğini öğrenmiş olduk. Arap dilinde müennes isimleri tanımağın en sade yolu onların sonundaki t-i merbute harf olduğunu zikrettik. Ancak bu t-i merbute harfinin iki yazılış şekli var. Birincisi, müennes isimlerin sonuna bitişen yuvarlak t harfi özünden sonrasına birleşen bir harften sonra gelirse burada gördüğünüz şekilde yazılır. Yani t-i merbute harfinden önceki harfimiz özünden sonrasına birleşen bir harf ise o zaman yuvarlak t'nin şekli gördüğünüz kimi yazılacak. Burada cennetun kelimesi var. Cennet demekti. Nun harfi özünden sonrasında bitişen bir harf olduğuna göre t-i merbute bu şekilde yazılır. Yani özünden öncesine bir birleşme olup. İkinci kelimemiz alakatun, bir əlaqə deməkdir. Qaf hərfi də özündən sonrasında birləşən bir hərf olduğuna görə t-i mərbutə bu şəkildə yazıldı. Təcribətun bizim dildə təcrübə deməkdir. Burada da gördüğünüz kimi t-i mərbutə hərfi B hərfindən sonra, yəni özündən sonrasından birləşən bir hərfdən sonra gəldiyinə görə bu şəkildə yazıldı. Devletun devlet demekti. T-i merbute gördüğünüz gibi aynı şekilde yazıldı. Milletun millet demekti. Burada da t-i merbute aynı şekilde yazıldı. T-i merbutenin ikinci görüntüsü. T-i merbute özünden sonrasından birleşmeyen bir harften sonra gelirse o zaman buradaki kimi yazılacak. Örneklere baktığımız zaman elif harfi özünden sonrasında birleşmeyen bir harfti. Ona göre de T harfi bu şekilde yazıldı. Edatun alet edavat demekti. Ustazetun müellime demekti. Burada da zel harfi özünden sonrasında birleşmediğine göre T harfi bu şekilde yazıldı. Seyyaratun maşın demekti. Ra harfi özünden sonrasında birleşmediğine göre T harfi bu şekilde yazıldı. İzzetun izzet, şöhret, gurur demekti. Z harfi de özünden sonrasında birleşmediğine göre T harfi bu şekilde yazıldı. Kuvvetun güç, kuvvet demekti. Burada da T harfi vav harfinden sonra geldiğine göre bu şekilde yazıldı. İndi ise misallara nəzər yetirək. Müennes yani kadın cinsli isimlerin t-i merbut harfiyle bittiğini demiştik. Bunları örneklerle müşahede eləyək. Birinci örneğimiz mühendisetun. Kadın mühendis manasındadır. Burada da t-i merbut ile bittiğine göre bu müennes isim hesap olunur. Thellacetun buzdolabı demekti. T-i merbut harfi bittiğine göre bu müennes isim hesap olunur.
Keçən dərsimizdə önəmli bir mövzuya təmas etmişdik. O da bəhs etdiyimiz cinsiyyətlərin istər müzəkkərdə olsun, istər müənnəs isimlərdə olsun, buradakı cinsiyyət qrammatik bir cinsiyyətdir. Yəni Thəlləcətunun kişi və qadın cinsi yoxdur. Buzdolabının kişi və ya qadınla əlaqəsi yoxdur. Buradakı qrammatik cinsiyyət olaraq sonunun təi mərbuta ilə bitməsi ilə bağlı biz buna müənnəs adını veririk. Səyyəratun maşın deməkdir. Təi mərbuta ilə bitdiyinə görə müənnəs isim hesab olunur. Kəlimətun kəlimə söz deməkdir. Eyni şəkildə təi mərbuta ilə bitdiyinə görə bu da müənnəs isimlər arasında sayılır. Tabibətun həkim, yəni qadın həkim deməkdir. Nə üçün? Çünki sonu təi mərbuta ilə bitir. Ona görə də bu qadın cinsli isimlərdən hesab olunur. Bu dərsimizdə də bir çox kəlmə zikr eləyəcəyik. Bunları qeyd eləyərək əzbərləməniz tövsiyə olunur. Müənnəs isimlərə örnəklər verməyə davam edirik. Talibətun tələbə. Sonu təi mərbuta ilə bitdiyinə görə bu qız tələbə deməkdir. Şairatun şair. Sonu təi mərbuta ilə bitdiyinə görə müənnəs isim hesab olunur və bu qadın şair deməkdir. Qıssatun qissə hekayə təi mərbuta ilə bitdiyinə görə bu da müənnəs isimdir. Sənətun, acələtun, rivayətun, məs'uliyyətun, hikayətun, səətun, mümərridatun tibb bacısı deməkdir və hər bir kəlmənin sonu təi mərbuta ilə bitdiyinə görə hər biri müənnəs isim hesab olunur. Nəfizətun, nəşitatun, mədinətun, haqibətun, asimetun, hafiletun, nasihatun, ibadetun, suratun, ayetun. Cəddətun, nənə, ticaretun, sonu təi mərbuta ilə bitdiyinə görə müənnəs isim hesab olunur. Qafiletun, məktəbətun, fəşiletun, xuttatun, rakibetun, himayetun, la'ibetun, caizetun. Hər birinin sonu təi mərbuta ilə bitdiyinə görə bu isimlərin hər biri müənnəs isim hesab olunur. Müənnəs isimlərə misallar verməyə davam edirik. Məridatun, cəbhətun, qubbətun, salihatun, saihatun, qışratun, muvazzafətun, halqatun, bəsitatun, şahinətun. İndi isə məşqlərə keçirik. Verilən ərəbcə sözlərin müənnəs yoxsa müzəkkər olduqlarını təsbit edərək səbəbini açıqlayacağıq inşallah. Cənnətun kəlməsi sonu təi mərbuta ilə bitdiyinə görə bu isim qadın cinsində hesab olunur. Şəvkətun. Şəvkətun kəlməsinin sonu da təi mərbuta ilə bitdiyinə görə bu isim də qadın cinsində hesab olunur. Filun. Fil kəlməsi sonu təi mərbuta ilə bitmədiyinə görə kişi cinsi isimlərdən sayılır. Miknəsətun. Süpürgə, toz soran deməkdir. Sonu təi mərbuta ilə bitdiyinə görə qadın cinsi isimlərdən hesab olunur. Dediyim kimi, burada bəhs etdiyimiz mövzu qrammatik cinsiyyətdir. Yəni, bu mənadakı bir kəlmənin kişi və ya qadınla heç bir əlaqəsi yoxdur. Sadəcə sonundakı hərfə görə biz buna qərar veririk. Qunbulətun, bomba deməkdir. Sonu təi mərbuta ilə bitdiyinə görə bu isim də qadın cinsi isimlərdən hesab olunur. Ərnəbun, dovşan. Sonunda təi mərbuta olmadığına görə bu isim kişi cinsi isimlərdən hesab olunur. Furqatun, ayrılıq. Sonunda təi mərbuta olduğuna görə qadın cinsi isimlərdən hesab olunur. Cəratun, qonşu deməkdir.
sonunda t-i merbuta olduğuna göre kadın cins isimlerden hesap olunur. Ra harfi özünden sonrasında birleşmeyen harf olduğuna göre t-i merbute bu şekilde yazıldı. Unvanun adres, ünvan. Sonunda t-i merbute harfi olmadığına göre müzekker isimdir. Qaryetun. Sonunda t-i merbute harfi var. Ona göre de bu isim müennes isimdir. Y harfi özünden sonrasında birleşen harf olduğuna göre burada t-i merbute bu şekilde yazıldı. Fitratun, fitret, yaratılış. Burada t-i merbute harfi var. Ona göre de bu isim kadın cinsi isimlerden hesap olunur. Nebatun kelimesi. Nebatun kelimesinin sonu T harfiyle bitir. Ancak bu T-i merbute değil. Çünkü T-i merbute harfinin iki yazılışı var idi. O da bu şekildeydi. T-i merbute adındaki merbute birbirine birleştirilmiş, ucu birbirine bağlanmış demekti. Aslında sanki bu mənanı verir. T harfinin iki ucu birbirine birleştirilir ve T-i merbute harfi ortaya çıkır. Ve buradaki T harfi merbute olmadığına göre bu kişi cins isimlerden hesap olunur. Hitabun yine sonu T'yi merbute ile bitmediğine göre bu isim de müzekker isimlerden hesap olunur. Fakihetun sonunda T'yi merbute harfi var. Ona göre de bu müennes bir isimdir. Hadimetun sonunda T'yi merbute harfi var. Bu isim de müennes isim hesap olunur. Kabihun çirkin mənasında xoşa gəlməz. Sonunda t-i merbuta olmadığına göre müzekker isimdir. Muvatinatun vatandaş t-i merbuta olduğuna göre müennes isim hesap olunur. Salatun namaz. Namazın kişi ve kadınla alakası yoktur. Yani namazın kişi ve kadın cinsi yoktur. Ancaq biz mövzuya qrammatik olaraq baxdığımıza görə sonu t-i mərbutə ilə bitdiyinə görə bu isim müənnəs bir isimdir. Cəmiətun universitet t-i mərbutə ilə bitib ona görə müənnəs bir isimdir. Asirun meyvə suyu sonunda t-i mərbutə hərfi olmadığına görə müzəkkər bir isimdir. Risaletun sonunda t-i mərbutə hərfi var. Ona göre de müennes bir isimdir. Rukbetun t-i merbute harfiyle bittiğine göre bu kelime de müennes bir kelimedir. Nadimun peşman demekti. Sonunda t-i merbute harfi olmadığına göre müzekker bir isimdir. Udletun tatil t-i merbute ile bitip ona göre de müennes bir isimdir. Mirvahatun pervane, ventilatör. Sonunda t-i merbute harfi olduğuna göre bu isim de müennes isimlerden hesap olunur. Bəli değerli dostlar, netice olarak Arap dilinde bir ismin müennes olduğunu bilmek için onun sonunda t-i merbute dediğimiz bu iki şekilde yazılan hariften birinin olup olmamasına bakmak kifayetti. Bir ismin sonunda t-i merbute yoktursa o isim müzekker isimdir. Bir ismin sonunda t-i merbute yeri alıpsa o müennes isimdir. Bu bizim ilk olarak bu mevzuda ele aldığımız meseledir. Bazı kelimelerde t-i merbute olmasa bile mənasına göre kadın cinsi hesap olunabilir. T-i merbute olsa bile mənasına göre müzekker hesap olunan isimler de mevcuttur. Bu ileriki derslerde karşımıza çıkacak. Hele ki bu merhalede t-i merbute harfinin kelimenin sonunda yer almasına göre müennes, yer almamasına göre de müzekker isim olarak adlandırıldığını bilmemiz kifayet. Rabbim her birimize müvaffakiyetler nasip etsin. Gelecek derslerde görüşmek dileğiyle her birinize Allah'a emanet ediyorum. Esselamu Aleyküm ve Rahmetullah.